Salam hörmətli 6-cı siniflər, mən Paşayeva Aytəkin yenidən sizinləyəm. Namazov çalışmalar kitabından səhifə 190-da olan sualların izahını sizlərə verəcəyəm. Deməli, 189-dakı sualların izahını vermişəm. İndi isə ardını səhifə 190-dakı sualların izahını verəcəyəm. Dostlar, izaha keçməzdən əvvəl sizdən kiçik bir xahişim var ki, YouTube kanalımızı bəyənib abunə olasınız ki, mənə dəstək olmuş olasınız və daha çox faydalı izahlardan xəbəriniz olmuş olsun. Başlayaq 5-ci sualdan. Davam edək. Çalışma 5. Deyir ki, cəmi kvadrat santimetrlə ifadə edin. Gəlin ilk öncə birinci sualı yazmaq üçün 27 desimetrin kvadratı 67 santimetrin kvadratını santimetr kvadratına çevirək. İlk öncə 27 desimetrimiz neçə santimetrin kvadrat etdiyini tapmaq üçün onu tapaq. Deməli, 27 desimetr. Burada mən niyə belə yazdım? Əvvəlki izahımızda mən bunu demişəm. Səhifə 190-da olan sualların izahında demişəm. Bunu desimetr kimi yazdım. 1 desimetrimiz 10 santimetr olduğuna görə 10 santimetr vur 10 santimetr. Bu şəkildə yazmışam. Yazıram. Daha doğrusu 2700 santimetrin kvadratı. İndi bu da 67'nin də üstünə gəlsək, 67 də var axı. 2700'ün üzərinə 67 gəlsək, 2767 santimetr kvadratı olmuş olar. Bunu tapdıq. İndi gəlin tapaq 8 desimetr 23 santimetrin kvadratı. 8 desimetr kvadratı 23 santimetrin kvadrat. Biz tapdıq ki, ümumiyyətlə 1 desimetr 100 santimetrin kvadratı deməkdir. O zaman bu olur 800, üstə də 23 gələndə 823 santimetrin kvadratı. Bu şəkildə aldıq. İndi gəlin 0,12 metrin kvadrat. Bunu da çevirmək üçün 0,12 1 metrimiz vur metr. İndi 0,12 1 metrimiz 100 santimetr. Yine bu 1 metrin yerine de 100 santimetr yazıramsa bu olur 12 sonra 1200 santimetrin kvadratı. İndi gəlin bunların hamısını toplayaq. 2767 üzerine gel 823 üzerine gel 1200 bərabərdir. Deməli dostlar, burada alırıq 4790 santimetrin kvadratı. İndi keçək ikincisinə. 5 metrin kvadratı. 5 metrin kvadratı neçə santimetr kvadrat edir? 5 metr vur metr. 5 vurulsun 100 santı. 100 santimetr. Bu da bizə verir 50.000 santimetrin kvadratı. Sonra 17 desimetr bizə verir 1700 santimetrin kvadratı. Sonra 27 desimetrin kvadratı 7 santimetrin kvadratı. Bu bizə 2700, üstə də 7 gələndə 2707 santimetrin kvadratı edir. Sonra 0 bunu çevirək. Ümumiyyətlə bunu biz çevirək ilk öncə neçəyə? Metrin kvadratına. O zaman 0,0017 vuraq 100'e. Bir arımız 100 metr kvadrat olduğuna göre vurduq 100'e göre neçə metrin kvadrat edir? Buradan olur 0,17 metrin kvadrat. Bunu da çevirək indi santimetre. 0,017 vur metr vur. 1 metrimiz 100 santimetr, 1 metrimiz 100 santimetr.
Bu da bizə verəcək 170 santimetrin kvadratı. İndi gəlin bunları toplayaq. 50.000 üstə gələk 1700 üstə gələk 2707 üstə gələk 170. Bunları toplayaq. Bu da bizə verir 54.577. Bu şəkildə almış olduq. Üçüncü çalışmasından davam edək. Dostlar, 3 metrin kvadratı 23 santimetrin kvadratı neçə santimetrin kvadratı edir? Bunu tapaq. Deməli, ilk öncə 3 metrin kvadratı 3 vurulsun 100'ə, vur 100'ə. 100 santimetr, vur 100 santimetr. Bu oldu 30.000 santimetrin kvadratı. Onda 23 de buradadırsa 30.023 santimetrin kvadratı edir. Bu şəkildə. İndi mən tapmalıyam 16 desimetr kvadratı 3 santimetrin kvadratı. Bu da bizə verir 1603 santimetrin kvadratı. Sonra bizə 0,0 10.000'də 23 metrin kvadratı. Bunu yazaq 0,0 23 vurulsun 100 santimetr 100 santimetr. Bu şəkildə yazaq. Bu da bizə verir 23 santimetrin kvadratı. İndi gəlin bunları toplayaq. Deməli 3000 30.023 üzərinə gəlinsin 1603 üzərinə gəlinsin 23 bərabərdir. Bu da bizə verir 31.649 santimetrin kvadratı. Bu şəkildə alırıq. İndi keçək sonuncu dördüncüsünə. Dördüncüsündə 0,017 ar. Bir arımız 100 kvadrat olduğuna göre 100'ə vursaq, bu olur 1,7 metrin kvadratı. Bu da 1,7 metrin kvadratı olur 10.000'ə vursaq. Bu da bizə verir 17.000 santimetrin kvadratı. Sonra 0,00 23 hektarımız, gəlin baxaq. Deməli 1 hektarımız 10.000 metr kvadrat olduğuna göre bunu metr kvadratına çevirək ilk öncə. Bu bizə verir 2,3 metrin kvadratı. Sonra bunu da santimetre çevirmək üçün 2,3 vurulsun yenə 10.000'ə. Bu da verir bizə 2000 23.000 santimetrin kvadratı. Bu şəkildə almış olduq. Toplayanda bunu toplayacağıq. Bunu toplayacağıq. Sonra da bunu hesablayaq. 5 desimetrin kvadratı 3 santimetrin kvadratı. Bu bizə verir 503 santimetrin kvadratı 12.000 milimetrin kvadratı. 12.000 yox 120.000. 1 milimetrimiz onda 1 santimetr, onda 1 santimetr. O zaman bu 2 sıfır gedir 1200 santimetrin kvadratı olmuş olur ve bunları toplayaq. 17.000 üzerine gel 23.000 üzerine gel 503.000 üzerine gel 1200. Aha, bunları hesablayaq, cevabı alaq.
Buradan da cavabı almış olaraq 41.703 santimetrin kvadratı bu şəkildə alarıq. İndi keçək çalışma 6-ya. Çalışma 6-da deyir ki, fərqi arla ifadə edin. Deməli, birincisi 2 hektar 3 ar. Çıxılsın 0,015 hektar. İndi 1 hektarımız 10.000 metrin kvadratıdır. Sonra bir arımız ise 100 metrin kvadratıdır. İndi burada 2 hektar deyirsə 2 hektarımız 20.000 metrin kvadratıdır. 100'e böləndə 200 ar eləyir. Burada da 3 var, 203. Burada yazıram 203 ar. Yəni bu nə deməkdir? Gəlin bunu belə edək. 2 hektar 3 ar. Bizə verdi 203 ar. İndi bu 0,015 hektarı metri çevirək. 0,015'i vururam 10.000'e. Bu bizə verdi nə? 150 metrin kvadratı. 150 metrin kvadratı da 1,5 ar edir. Deməli 203'dən çıxıram 1,5 arı. Bizə nə verir? 201,5 ar. Bu şəkildə almış olarıq. Yəni 201,5 ar almış olarıq. İndi keçək ikincisinə. İndi 0,52 hektarı çevirək ara. 0,52 hektar ara çevirmək üçün ilk öncə metrin kvadratına çevirək. Bunun üçün 10.000'e vuraq. Bu da bizə verir 5200 metrin kvadratı. Bu da bizə verir 52 ar. Sonra 2 ar 8 metrin kvadratı. Bu da bizə, o deməkdir ki, 100'e bölsək 2,8 ar edir. Biz də çıxarıq 52 ardan 2,8 arı. Gəlin hesablayaq görək neçə. Deməli 49,92 ar olmuş olur. Davam edək çalışma 7'dən. Bərabərliklərdən x-i tapın. Gəlin tapaq. Bu yəqin ki ar deməkdir, düşməyib. Gəlin baxaq, hamısını çevirək. Eyni. Deməli dostlar, çalışma 7'ni həll etmək üçün gəlin belə bir şey eləyək. Bunların hamısını ən kiçik olan ölçü vahidi buradakı yəni bu verilənlərin içində ən kiçik ölçü vahidi olan desimetrin kvadratına keçək. Gəlin belə eləyək də 3 arı çevirək. Neçə olar? 300 metrin kvadratı. Burada da yanında 322 olduğuna göre bu olacak 322 metrin kvadratına. Sonra çıxılsın x bərabərdir. Elə metrin kvadratından da yaza bilərik. 2 metrin kvadratı 23 desimetr. 1 desimetrimiz, deməli 1 metrimiz 10 desimetr olduğuna göre bu 1/10 metre çevirik. 1/10. 1 desimetrimiz 1/10 metrdir. Bunu belə yazdıq. Bu da 322 çıxılsın x bərabər 2 tam yox. 2 metrin kvadratı. Burada nə yazılmışdı? 23 var. Hə. Bu 23'ü yazmadıq. 23 1/10 metr, 1/10 metr. Bu da bizə verir 2,23 metrin kvadratı. Bu şəkildə həll eləyə bilərik. X-i tapmaq üçün də 322'dən çıxıram 2,23. Dostlar, mən desimetrə yox, metrin kvadratına keçirtdim hamısını. Ona görə də bu şəkildə metrin kvadratından cavabı alacağım. İndi 322'dən çıxsaq,
2,23'ü cavab alar 319,77. Bu şəkildə, yəni metrin kvadratı şəklində alaraq. Bizə demir hansı ölçü vahidindən yaz. Biz özümüz istədiyimiz kimi hansısa bir metrin ölçü vahidinə çevirib yaza bilərik. Bu birincisi idi. İndi ikincisi, x çıxılsın 0,12. Belə yazaq da, misalı hələ ki köçürmürəm. 0,12 ar neçə metrin kvadratı edir? 12 metrin kvadratı edir. Bunu aldıq. 5 metrin kvadratı 8 desimetrin kvadratı. Bu edir bizə 5 metrin kvadratı 8 vurulsun 10^1 vur 10^1. Bu da olur 5,8 desimetrin kvadratı. Bu desimetri yox, metrin kvadratı. İndi mən misalda yerinə qoyuram. X çıx 12 metrin kvadratı bərabərdir 5,8 metrin kvadrat. X-i tapmaq üçün 12 ilə 5,8'i toplayaram. 17,8 metrin kvadratı almış olaram. Üçüncüsünü həll edək dostlar. 5,8 arımız bizə verir 580 metrin kvadratı. 0,6 hektarımız da 10.000'e vursaq 0,6 vurulsun 10.000 metrin kvadratı, o da bizə verir 600 metrin kvadratı. Gəlin tənlikdə yazaq. 580 üzərinə gəl x bərabərdir 600'ə. X də bərabərdir 600'dən 580'i çıxaram. X bərabərdir 20 almış olaram. 20 metrin kvadratı. Dördüncüsünlə davam edək. Bunu çevirək metrin kvadratına. 2 metrin kvadratı 17 desimetrin kvadratı. Bu bizə verir 2,17 metrin kvadratı. 95 desimetrin kvadratı. 25 santimetrin kvadratı. Burada isə belə edək. Hamısını biz çevirək desimetrə. Bunu metrin kvadratıdırsa desimetrə çevirsək bunun davamını yazaq. O zaman desimetrə çevir. 1 metrimiz 10'dur. Burada 2 dənə metr kvadratı varsa 100'ə vuracağıq. Olacaq 217 desimetrin kvadratı. Bu şəkildə. İndi burada da 95 desimetrin kvadratı 25. 1 santimetrimiz 10'da 1 desimetrdirsə 10'da 1. Burada santimetrin kvadratı olduğuna göre %1'e vuracağıq. O da olur 95 tam %25 desimetrin kvadratı. Burada da desimetrin kvadratından həll edirik. X üstə gəl 217 desimetrin kvadratı bərabərdir 95 tam 25 desimetrin kvadratı. Burada nəysə səhvlik gedib, çünki belə bir şey ola bilməz. Bu misalda nəsə səhvlik var. Ola bilsin ki, burada çıxmadı. Gəlin bunu çıxma ilə yazaq. Onda x bərabərdir 217 üzərinə gəl 95 tamamda %25. Yəni səhvlik ola bilər uşaqlar. Bunu normal halda səhv gedə bilər. Kitabda səhv gedə bilər. Bunları toplasaq bu da bize verir 312 tam %25. Bu şekilde almış olduk. Davam edək çalışma 8'dən dostlar. Futbol meydançasının uzunluğu 100. Çalışma 8. Uzunluğu 100. Eni ise 25 metre azdır. Bu bizim futbol meydançamız olsun. Uzunluğu 100'dürsə, eni ise bundan 25 metre azdırsa, eni 25 metre azsa 100'dən 25'i çıxıram. Olur 75. Eni oldu 75. Onda bunun sahəsini tapanda 75'i vuraram 100'ə. Olar 7500 metrin kvadratı. İndi bizə deyir ki, bu meydançanın sahəsini tapın və onun 1 hektarla müqayisə edin. 1 hektarımız 10.000 metrin kvadratıdır. Müqayisə etsək təbii ki 10.000 metrin kvadratı böyük olar 75.000 metrin kvadratının.
yox, böyük yox, üzr istəyirəm. 75.000 təbii ki böyük olur. Yəni 10.000 kiçik olur. Yəni belə deyək, futbol meydançasının sahəsi daha çoxdur. Meydançası daha çoxdur. Bu şəkildə. Yəni bu bundan kiçikdir. 1 hektar 75.000 metrin kvadratından kiçikdir. Yəni belə aldıq. Bu çalışma 8 idi. Çalışma 9-dan davam edək. Düzbucaqlı şəklində olan bağın eni 900 metr, uzunluğu isə bundan 350 metr böyükdür. Deməli, eni 900 metrdir. Uzunluğunu tapanda nə edirik? 900-ün üzərinə 350 gəlirik. 0, 5, 12, 1250 metr. Bunun da sahəsini tapanda 900'ü vururuq 1250'ye bərabərdir. Bu da bizə verir 1.125.000 metrin kvadratını. İndi bizdən nə deyir? Bu bağın sahəsini tapın və cavabı hektarla ifadə edin. Cavabı hektarla ifadə etmək üçün 10.000'ə bölərik bunu. Bu da bizə verir 112,5 hektar. Bu şəkildə. 10-cu sualdan davam edək uşaqlar. Çalışma 10-da bizə nə deyir? Düzbucaq əmələ gətirən tərəflər 12 və 6-dır. Bura 12-dir, burada 16-dır. Deməli, olarsa düzbucaqlı üçbucağın sahəsini tapın. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün biz necə eləyirdik? 12 vur 16 böl 2'ye. Olur 96 santimetrin kvadratı bu şəkildə. Bu birincisi idi. İndi ikincisini tapaq yenə. İndi də ikincisində tərəflər nə əmələ gətirir? 15, 20. S bərabər 15, 20. 15 vur 20 eyni qayda böl 2 düzbucaqlı üçbucağın sahəsini tapanda katetlərinin hasilinin yarısını tapırdıq. Yəni burada 2, burada 10. Bu da oldu 150 santimetrin kvadratı. Bu şəkildə almış olduq. 11-ci sualdan davam edək dostlar. Burada çalışma 10 olmalıydı. Bunu yazaq. Çalışma 10. İndi 11-ci sualdan davam edək. Çalışma 11. Çalışma 11-dən davam edək. Deməli, verilənlərə görə rənglənmiş üçbucaqların sahəsini tapın. Rənglənmiş üçbucağın sahəsini tapmaq üçün birincidə buna düzbucaqlı kimi baxsaq, düzbucaqlının eni 3'dür. Eni 3, uzunluğu 8. Aha. Onda düzbucaqlının sahəsi 24 olar. Elə deyilmi? Bu üçbucağın sahəsi necə olar? Baxın, bu düzbucaqlı üçbucaqdır. Bunun sahəsi S1 ilə işarə eləyək. S1 bərabərdir 3 vur 4 böl 2. Elə deyilmi? Qəşəng yazaq. S1 bərabərdir 3 vur 4 böl 2. 12 yarısı 6. Bunun sahəsi oldu 6. Bununkini də S2 ilə. Burada 3 olduğuna görə S2'nin də sahəsi 3 vur 4 böl 2 bərabərdir 6. Hər iki üçbucağın sahələri cəmi S1 plus S2 olur 12. Və ümumi düzbucaqlının sahəsi 24 idi. 24'dən 12'yi çıxıram. Qalır 12. Deməli, rənglənmiş hissənin sahəsi oldu 12. Bax, bu şəkildə həll etmiş oluram. İndi keçək 11-ci sual. 11-ci sualın ikinci şəklinə. İkinci şəklə keçək. Yenə mən bu düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün nə edirəm? 5 vurulsun 3, S1 bərabərdir. 5 vurulsun 3 böl 2.
15, yarısı 7,5. Bura oldu 7,5. Buranı da S2 yazaq. Bu 5'dirsə, bura N'dir, bura da 5'dir. Onda bu S2 nə olacaq? 8 vur 5 bölü 2, 40, o da 20. Buranın da sahəsi oldu 20. İndi nə edirik uşaqlar? 20 ilə 7,5'i toplayıram. Olur 27,5. Bu şəkildə almış oluram. İndi mən ümumi düzbucağın sahəsini tapmaq üçün düzbucağın uzunluğu 11'dir. Eni də 5'dir. 3 ilə 8'i topladım, uzunluğu 11 oldu. 5'i də 11'ə vuraram 55. Və mən bu rənglənmiş hissəni tapmaq üçün 55'dən çıxaram 27,5'i. Bu da mənə verər 22,5. Deməli, rənglənmiş hissənin sahəsi 22,5 santimetrin kvadratı olmuş olar. İndi keçək dostlar 12-ci çalışmaya. Otağın uzunluğu 5 metr, eni 3,6 metrdir. Bu otağa uzunluğu 4 metr, eni 3 metr olan xalça salınmışdır. Otağın döşəməsində nə qədər boş sahə qaldığını tapın. Otağın uzunluğu 5, eni 3,6'dır. Onda S otağın sahəsi 5 vurulsun 3,6. 30, 15, 18. Deməli, otağın sahəsi 18 metrin kvadrat. Bu otağa uzunluğu 4 metr, eni 3 olan xalça sərilib. S xalça. 4 vur 3, 12. Deyir ki, otağın döşəməsində nə qədər boş sahə qalıb? 18-dən də 12'yi çıxaram, 6 metrin kvadratı boş sahədir. Bu şəkildə almış oluram 12-ci sualda. Çalışma 13'ə baxaq. Uzunluğu 0,75 kilometr və eni 80 metr olan düzbucaqlı şəkildə ərazinin sahəsi neçə ardır? Uzunluğu 0,75 kilometr. 0,75 kilometrimiz bizə edir 1000'ə vursaq 750 metr. Uzunluğu 750 metr, eni 80 metr. Düzbucaqlı şəkildə ərazinin sahəsi neçə ardır? İlk öncə bunun 80'i vuraq 750'yə. Neçə olduğunu tapaq. Bu oldu 60.000 metrin kvadrat. Və bizə deyir, indi bunu biz çevirək ara. Bir arımız 100 metrin kvadratı olduğuna görə bunu 100'ə bölsək, bu da olur 600 ar. Bu şəkildə almış olaraq çalışma 13'də. Çalışma 10'a baxaq, 14'ə baxaq. Çalışma 14. Baxaq görək nə deyir. Düzbucaqlı şəklində olan biçənəyin eni 1500, eni 1500. Uzunluğu 2,8 kilometr. Bunu da çevirsək 2,8'i vurarıq 1000'ə. Vuraq 1000'ə. Bu da olar 2800 metr. İndi bizdən nə istəyir? 1 hektardan 2 tamında ot biçilir. Bu biçənəkdən neçə ton ot biçilir? Bunun sahəsini tapaq. 1500. Burada yazmışam 15.000. Bu 1500 olmalıdır. 1500'ü vuraram 2800'ə. Bu neçə eləyir? Bunu tapaq. Bu bizə verir 2.700.000. Bu şəkildə. İndi deyir ki, bu neçə hektar eləyir? Deməli 1 hektardan 1 hektarımız 10.000 metrin kvadratıdır. Bunu da 10.000'ə böləndə 4 sıfırı silsək 270 hektar edir. İndi deyir ki, 1 hektardan 2,3 ton biçilirsə 270 hektardan nə qədər biçilər? 270'i də vuraram 2,3'ə. Vuraq görək nə edir. Bu da bizə verir 621 ton. Bu şəkildə almış olarıq.
Deməli 15-ci suala baxaq. Deməli düzbucaqlı şəklində olan bağın uzunluğu 960 metr, eni isə 110 metr kiçikdir. Onda enini necə tapıram? 960-dan 110-u çıxıram 0, 6-dan 1-ni çıxıram 5, 9-dan 1-ni çıxıram 850 metr. İndi baxın, eni bu qədər, uzunluğu da bu qədər. S tapsam 960 vur 850. Bu sahəni tapın və cavabı hektarla ifadə edin. Gəlin tapaq və cavabı hektarla ifadə edək. 850-ni vurarıq 960-a və bizə verər 816.000. Bunu da 10.000-ə bölsək 81,6 hektar eləmiş olur. Çalışma 16-ya baxaq uşaqlar. Çalışma 16-da düzbucaqlı şəklində olan tarlanın uzunluğu 2,5 kilometr, uzunluq 2,5 kilometrdirsə, bunu 1000-ə vuraq, vurulsun 1000, bu da bizə verir 2500 metr. Eni isə 1,8 kilometrdirsə, bu da 1,8 vurulsun 1000-ə, 1800 metr. İndi mən nə edirəm? Bunun sahəsini tapıram. 2500 vurulsun 1800. Aha. Bu şəkildə aldıq. İndi bizə nə deyir? Hər hektardan 36 sentner buğda yığılır. Deməli, bu metrin kvadratıdır. Bunu hektara çevirmək üçün 10.000-ə bölmək lazımdır. Deməli, bu da olur 450 hektar. İndi hər hektardan 36 sentner yığılırsa, 450 hektardan nə qədər yığılar? 450-ni də vururam 36-ya. Baxaq görək nə edir. Bu da bizə verir 16.200 sentner buğda yığılmış olur. Bu qədər dostlar, kanalımızı bəyənib abunə olmağı unutmayın ki, daha çox izahlardan faydalanasınız. Sağ olun, hələlik.